bürcündəndir. Çünki o 28 iyun 1975-ci ildə anadan olub. Təvəzzök bürcü adətən emosional, intuitiv və ailə dəyərlərinə bağlı hesab edilir. Ancaq Musk'ın xarakterində fərqli xüsusiyyətlər də var ki, bu təkcə bürclə deyil, onun şəxsiyyəti və həyat təcrübəsi ilə də bağlıdır. Elon Musk'ın xarakter xüsusiyyətləri: dərrakəli və innovativ. O daim yeni ideyalar yaradır və elmə, texnologiyaya böyük töhfələr verir. Risksevər, SpaceX, Tesla, Neuralink kimi şirkətləri qurması risk almağa nə qədər açıq olduğunu göstərir. İnadkar və işgüzar. Uzun saatlar işləyir, çətinliklərə baxmayaraq məqsədlərindən əl çəkmir. Vizyoner və iddialı. Marsa insan göndərmək, süni intellekt inkişaf etdirmək kimi böyük hədəfləri var. Bəzən impulsiv və emosional, xüsusilə sosial mediada açıq və bəzən qeyri-adi paylaşımlar etməsi ilə tanınır. Elon Musk'ın şəxsiyyəti təkcə bürcünün xüsusiyyətlərinə deyil, həm də şəxsi təcrübəsinə, təhsilinə və ətraf mühitə bağlıdır. Səncə onun hansı xüsusiyyətləri ən maraqlıdır?